Səhər vaxtıdır, gəmidən artıq tərpənirik. Gəmini sizə belə göstərim arxamda. Boşalmağa hazırdır. Bariyaya çatmışıq. Asta-asta çıxırıq indi. Birinci tırlar çıxacaq, arxası canda biz. Maşınımız da buradadır. 30% enerjimiz qalıb, 33% enerjimiz qalıb. Hamı maşını işə salıb, qızmağın gözləyir. Bizə qızdırmağa ehtiyac yoxdur. Biz elə birbaşa elektrikdir. Gəlməmişdən qabaq onsuz da oturacaqlar qızmışdı. İstiliyi də qoşmuşdum, artıq maşın istiydi. Yol üstü bir yerdə maşını bir dənə enerji dolumu eləyib, buradan gedirik birbaşa. Buradan gedirik birbaşa Florensiyaya. Gedək görək buradakı EDM-lər hansı formadadır, yol hansı formadadır. Bu hissədə siz İtaliya macərasını izləyəcəksiniz. Çək verirlər. Hazır vəziyyətdə olur. Terminaldan götür dəfətki model vayda 27 kilovatlıq bir sərfiyyat gördüm də. Storylərdə filan hamısı cibitini soruşur. Oyda 1 manat 60 qəpik nə idi? Aha, error verdi. Salam əleykum. Rahat bir 40 dəqiqəyə yaxındır ki, qeydiyyatdan keçməyə çalışıram. Elə stansiya var ki, həmin tətbiqdə baha ola bilər, ancaq başqa tətbiqdə ucuz ola bilər. Sağ zolaqda çox sürmək olmur, tırlar bezdirir, amma onlar da çox yüksək sürətlə sürür. Taxan kimi enerji dolumuna başlamalıdır. Yoxdur. Niyə səbirləşsən? 185-i gördük. 76 manat 40 qəpik. Biz Avropadan çıxana qədər söküləcəyik. Girişdə sizə verilən... Aha, ondan. Çek də vermədi ya. ƏDV-sini vurardıq. Baridən çıxdıq artıq, gedirik Florensiyaya doğru. Amma yol üstü bir yerdə maşını enerji dolma eləməliyik, çünki 26% enerjim qalıb. Burada bir yer tapmışam, 10% ilə ora çatacam. Artıq 50 kilometr məsafədədir. Orada maşını enerji dolma eləyib, artıq yolumuza davam edəcəyik. Burada ödənişli yollar məsələsi necədir? Ödənişli yolun girişində belə bir çek verirlər. Hazır vəziyyətdə olur, terminaldan götürürsən və çıxışda bunu təqdim eləyirsən. Ödənişin nə qədərdirsə, oradan hesablayıb artıq sənə deyirlər, sən də nəqd və yaxud da kartla ödəyirsən. İlk dəfədə test eləyirəm. Növbəti ödəniş terminalında artıq ChatGPT-ni də buradan qoşmuşam. ChatGPT ilə söhbətləşə yerik. Bu çekdən götürdüm, ilk dəfə idi test eləyirdim. Növbəti ödəniş terminalında artıq onu sizə də göstərəcəm ki, ödənişi falan necə eləyirəmsə, heç qiymətləri bilmirəm nə qədərdirsə. Yunanistanda belə idi ki, Yunanistanda çox tez var idi terminallar. Tam olaraq başa düşə bilmirdim ki, nəyə görə. Məsəl üçün eyni trası gedirsən, amma çox tez aralarda terminallar var idi. Düzdür, məbləğ elə də çox deyil idi. Aşağı yuxarı bir dəfə keçəndə 2 avro, bir dəfə keçəndə 1.50, hətta 90 sent ödədiyim belə olurdu. Kartla ödəmək də olur, nəqd ödəmək olur. Daha çox ancaq nəyəsə görə nəqd üstünlüyü verirdilər. Baxın bu formada. Hər tərəf yaşıllıqdır. Ləzzət eləyir adama yaşıllıq görmək. Yəni ilin günün bu vaxtı elə bil ki, yazdır da. Çox qəşəngdir. Havanın temperaturu da 13 dərəcədir. Enerjimiz 25%. Durun. Nə qədər qovmağıma baxmayaraq 19 kilovatdan gəlib çatmışdım. 177 kilometr yol getmişdik. Yunanistan trası elədi ki, qovmamaq mümkün deyil. Çünki sürət həddi 130-dur. Sən də elə ancaq qovmaq istəyirsən, ləzzət eləyir adama. Ona görə Yunanistanda sərfiyyatım həddindən artıq çox olurdu. Mən ilk dəfədəki model vayda 27 kilovatlıq bir sərfiyyat gördüm də. Həm relyef, həm havanın vəziyyəti, çünki çox yağışlı idi. Təkərlər də elektromobil üçün olan qış təkəri deyildi deyə bu da bir əlavə enerji itkisinə məruz qoyan səbəbi idi. Çünki şporlar bir-birlərindən çox aralı olduğuna görə enerji itkiləri çox ola bilirdi bu formada. İtaliyadakı birinci EDM-ə gəlmişik. 9% ilə çatdım bura. EBT Route Planner-da onsuz da elə deyirdi. Səhv eləmirəmsə burada artıq post terminal işləyir və biz post terminalla maşına enerji dolumu eləyə biləcəyik. Yunanistanda da bu sistem var idi, amma Yunanistanda fərqli idi. Yunanistanda ancaq bunu qoymuşdular ki, öz kartları, üzvlük kartları filan onlarla enerji dolumu eləyə biləsən. Post terminal yerləşdiriblər CCS-dir. Storylərdə filan hamısı GBT-ni soruşur. Valla GBT Azərbaycandan qırağa heç yerdə yoxdur. Azərbaycandır, Rusiyadır, Qazaxstandır, oradan o tərəfə keçirik, Çinə, Çindir. GBT yalnız Çinin daxili bazarı üçün nəzərə alınmış və hazırlanmış bir başlıqdır. Azərbaycanda indi Çin avtomobillərinə tələbat var deyə GBT stansiyaları yerləşdiriblər, amma çıxırıq Gürcüstan, İstanbul, Yunanistan və digər Avropa ölkələrinin heç birində GBT yoxdur. Baxın, hər ikisi CCS2-dir. Orada AC stansiya var. Yeri gəlmişkən günəş panelləri ilə işləyir böyük ehtimalla müəyyən hissəsi. Həmin AC stansiyalarda Type 2-dir. Yəni yenə də GBT yoxdur.
ChatGPT başlıqlı elektromobiliniz varsa, sırf elektrikdirsə, plugin deyilsə, Azərbaycandan qırağa çıxsanız heç yerdə siz onu tapa bilməyəcəksiniz. Maşını enerji dolumu da eləyə bilməyəcəksiniz. İngilis dilini seçib Select the charging column. stansiyanı soruşur. Stansiya birinci stansiyadır. Birinci stansiyanı seçirik. Oyda. 80 sən 1 manat 60 qəpik nə idi? Select the connector. Connector da birincidir. Getdik. Aha, error verdi. Salam əleykum. Yox, nəsə alınmır. A few moments later. Səni verənə şükür ay İtaliya. Nəhayət ki başladı enerji dolumuna. İnanırsınız rahat bir 40 dəqiqəyə yaxındır ki qeydiyyatdan keçməyə çalışıram. 15%-imiz var artıq. 9%-lə çatmışdıq. 150 ortalama 150 kW-la enerji dolumu eləyir, qalxır düşür də belə deyim. Deməli sistem nədir? Sistem bizdəkindən fərqlidir. Bizdə hər şirkət özü gətirir, öz stansiyasını quraşdırır və özünün də tətbiqi olur. Ya özünün olur, ya gedir Rusiyadan, Qazaxıstandan alır, nə edir? Bu formada işlədir. Amma bunlarda tamam fərqlidir. Stansiyanı, baxın bu dəmiri quraşdıran ayrı şirkətdir və tətbiqləri də gətirib ora quraşdıran o da ayrı bir şirkətdir. Hansısa bir şirkət gətirir stansiyanı quraşdırır və bir dənə elan verir ki, mən tutalım Freetox şirkəti olaraq stansiyaları quraşdırmışam falan yerlərdədir. Kim istəyirsə gəlsin qoşulsun. Və başlayırlar tətbiqlər həmin stansiyaya üzv olmağa və hər kəsin də öz tarifi var. Mən misal üçün 0.72 avrodan bir tətbiq tapdım, amma qeydiyyatdan keçə bilmədim. Çünki məcburi olaraq İtaliya vətəndaşı olmağımı tələb eləyirdi. Yəni belə bir hal yaşandı. Bir app tapdım, səhv eləmirəmsə 0.86-da. Hərsə orta qiymətli 92 də var idi. Çünki nəhayət ki burada rahat şəkildə yəni quraşdıra bildim. Təsəvvür eləyin ki, yad bir adam gəlir mənim kimi çox çətindir. Həqiqətən çətinlik çəkdim əməli başlı. Çünki ChatGPT uje başını itirdi, boş-boş başladı danışmağa. Soruşacaqsınız ki, yaxşı, bəs bu post terminalın aqibəti necə oldu? Bu işləmədi. Kartı hər dəfə oxutdururdum, oxutduranda nəsə error verirdi, işləmədi. Bunlar yeni quraşdırılıb bu arada. Ola bilər ki, stansiya ilə nəsə bağlantısı yoxdur. Amma bundan sonra da yenə enerji dolumları eləyəcəyik. Onlarda da yoxlayacağam. Freetox-a daha çox üstünlük verir. Uje burada da Freetox-a üstünlük vermək söhbəti deyil. Misal üçün mənim indi yüklədiyim proqram adını unutdum. Nə idisə deyim sizə. Proqramın adı Next Charge-ı yaşıl bir tətbiqdir. Baxın budur. Onun qeydiyyatı daha rahat idi. Yəni 2x2 oldu da qeydiyyat. Məndən heç bir ad, soyad filan heç nə istəmədi. Bir dənə kart nömrəsi istədi və salam. Ora daxil olduğumda yəni ölkədəki bütün stansiyaları görə bilirəm. Yəni bu cəhətdən əladır. Bir tətbiq yüklüyürsüz, bəs eləyir də. Yəni tariflərinə baxırsınız. Elə stansiya var ki, həmin tətbiqdə baha ola bilər, ancaq başqa tətbiqdə ucuz ola bilər. Yəni bu kimi məsələlərdə dəyişir. İndi enerji dolumu eləsin. Çıxar yola. 147 ilə enerji dolma eləyir 25 dəqiqə 80%-ə qədər. Çox qısa videonu bölürəm çünki sizdən gələn suallar var. Onlar içərisində ən çox gələn sual da odur ki, mənim evimdə enerji doldurmağa yerim yoxdur. Adətən stansiyalardan avtomobilimi enerji dolumu eləyirəm. Hansı stansiyanı tövsiyə eləyirsən ki, həm enerji dolumu yaxşı olsun, keyfiyyətli olsun, həm də cibimizə qənaətli olsun. Gəlin elə real olaraq da sizə onu göstərim. Hazırda biz iVolt şirkətindən məxsus EDM-də avtomobilimizi enerji dolumu eləyəcəyik. Səbəbini gəlin sizə izah eləyim. iVolt Benin markasının ölkədəki rəsmi distributordur. Diqqət eləsəz, ölkədə yerləşən 180-ə yaxın həm AC, həm də DC stansiyalar eyni markadandır. Üstəlik siz burada həm CCS2, həm GBT, həm də plug-in hibrid avtomobilləriniz üçün AC, GBT başlıqları görə bilərsiniz. Əlavə olaraq da həm eviniz, həm də obyektiniz üçün bu formada AC, Benin cihazlarını da iVoltdan əldə edə bilərsiniz. Üstəlik zəmanətli formada. Çıxdıq yola, hardasa 20-25 dəqiqəyə 80%-ə qədər dolum elədi. Yaxşıdır, yəni 150 kW olanda rahatdır da, yəni İtaliyanın stansiyaları düşünürəm ki, yaxşı olacaq. Problem yaratmayacaq bizə. Məsəl üçün 300-lü idi, 150 verdi, kifayət elədi. Yanımda başqa maşın saxlasaydı, o da 150 ilə enerji dolma eləyəcəkdi. Mən 150, o 150, rahat. Yəni bu formada olacaqdı. Düşünürəm ki, digər stansiyalarda da narahatlıq çəkməyəcəm. Bir dənə problem və narahatlıq Türkiyədə idi. Türkiyədə ciddi problem var. Həqiqətən, yəni bizim stansiyalar şükürlüdür. Şükürlü yoxu çox yaxşıdır. O dərəcədə. Bizdə yəni hələ infrastrukturu biz zəif deyirik, amma bizdə yəni çox əladır, çox. Bu gün əslində Florensiyaya çatmalıyıq. Bundan sonra 3 dəfə də enerji dolumu eləyəcəm. 3-cü enerji dolumu əslində Florensiyada enerjim olsun deyə eləyəcəyim bir enerji dolumudur. Amma ümumən kifayət eləyir, rahatdır, sürətlidir. Məsəl üçün indi saxladığım yerdə naharımı da elədim, rahat yolumu davam elədim. Siz artıq kilovatı dediyi kimi verəndə rahat olur məsələ. Yoxsa kilovatı dediyi kimi verməyəndə daha çox gözləməli olanda filan o artıq insanı biraz yorur da, incidir insana. Zolaq sistemləri maşın avtopilotda olmadığı üçün qışqırır.
Yəni road trip olduğu üçün təbii ki, bütün kadrlar demək olar ki, hamısı yoldan olur, trasdan olur və s. ona görə maraqlı deyə düşünürəm sizə də. İtaliya yolları da bu formada. Hazırda sürətli yoldayıq. Yəni bunu verəcəyimiz hələ hansısa bir yer olmayıb, qarşımıza çıxmayıb. Yəni o olduğu təqdirdə mən sizə onu da çəkəcəm. Yol çox əladır, çox qəşəngdir. Təmir gedən yerlər var. Yəni insanı incitmir, problem yaratmır. Rahat gedirik. Tırlar da çoxdur. Fikir verirsiniz qarşıda nə qədər tırlar var. Sağ zolaqda çox sürmək olmur. Tırlar bezdirir, amma onlar da çox yüksək sürətlə sürür. 90-100 aralığında. İndiki halda 110-dur. Amma ardasa 120-130-a da qaldırıram. Yuxarı sürətdə də düz bilirsiniz də sərfiyyat kosmosa uçur. Hələ yeni başlamışıq yola, 5 kilometr getmişik, 26 kilovat. Növbəti stansiyalar buradadır. Saxlayaq burada. Vərdiş olduq da. Bildik də söhbət nədən gedirsə. Özdə bu da həmin şirkətdir. Mən biləni taxan kimi enerji dolumuna başlamalıdır. Keçiricimiz burada. Taxdıq. Bir baxaq görək. Yoxdur. Niyə sabrışsan? Getdik. Biz buradayıq. Stansiyanın nömrəsi filan görəsən lazım olacaq. Lazımdır. Birinci stansiyadır. 3. Yuxarıda 3. Bu da birinci. Yəni bu olacaq. Nə olur olar? Getdik. Birbaşa kartdan çıxsın. Aha, burası problem oldu. Bir də taxaq. Peyin iyi gəlir. Elə bir hansısa kənddə filanam. Şəhərin mərkəzidir. Nə baxan əraziyə. Yəni şəhərin mərkəzidir, peyin iyi gəlir burdan. 63 manat pul çıxdı. Bu deyəsən depozit idi ya nə idi? Starting. Aha, başladı. Görək nə qədəri. 150 olmalıdır mən bilən. Tamam, başladı, yaşıl oldu. 40, 104, 180, 180. Yeri gəlmişəm 300-lük stansiyadır. Aha, 180 o gördük. Qəşəng. 185-ə qalxdı. Nə gözəl. 30 dəqiqə göstərir olmağına. Amma düşünürəm ki, daha tez olacaq. 185-i gördük ilk dəfədir. Qiymətləri göstərim sizə. 18-dən 79%-ə qədər enerji dolma elədi. 46 kilovat götürmüşük. Qiyməti göstərəcəm sizə. Gözləriniz kəllənizə çıxacaq. 31 pound. 76 manat 40 qəpik. Təsəvvür edirsiniz? 76 manat 40 qəpik. Biz Avropadan çıxana qədər söküləcəyik. Heç nə. Getdik. 76 manat 40 qəpik. Nə bilim valla. Allah xeyrini. Qısa bir ara verirəm çünki səyahət planlaması eləmək istəyənlər var. Bizim bu səyahətin bütün planlamasını Caspian Breeze Travel şirkəti həyata keçirmişdi. Viza dəstəyindən tutmuş otel, təyyarə və gəzmək istədiyimiz bütün yerlərin hər birinin planlamasını Caspian Breeze Travel şirkəti həyata keçirmişdi. Siz də əgər avtomobillə və yaxud da təyyarə ilə bu formada səyahətlər eləmək istəyirsinizsə, aşağıda əlaqə telefonlarını qeyd edirəm. Əlaqə saxlaya bilərsiniz, sizin bütün planlamalarınızı həyata keçirə bilər. Xoş izləmələr. Florensiyaya doğru yolda sonuncu ideyimizi eləyirik. Buradakı işarəyə əsasən bəli soldadır. Yorulmuşam artıq. Həqiqətən, yəni yolun bəlkə də yarısından çoxunu avtopilot sürməyinə baxmayaraq yorulmuşam. Artıq neçə günlərdir sürürəm. Təxmini olaraq günə qədər 3500 kilometr yol gəlmişəm. Az öncəki edeyimdə bu Audi da var idi. O da gəlib burada dolum eləyir maşınla. Biz də ondan bir stansiya aralı saxlayaq. Bir stansiya aralı saxlamaqda fayda odur ki, Avropada adətən enerji xətləri çəkiləndə eyni fazanın üstündə bir stansiyadan bir gedir. Ona görə yan-yana stansiyalarda qoymaqda fayda var ki, mənim stansiyam fərqli fazanın üstündə olacaq, onun stansiyası ayrı fazanın üstündə olacaq. Bununla da kilovat düşmüş olmayacaq. Baxın, sizə belə bir life hack da verim. İstifadə edərsiniz nə vaxtsa Avropa səyahətinə çıxsanız. 12% enerjimiz qalıb. 200 kilometr yol gəlmişik. 197 kilometr. Təsəvvür edirsiniz hardasa 70%-ə 200 kilometr yol sürmüşük. Səbəb bizim sərfiyyatımızdır. 24 kilovat sərfiyyat. 24 kilovat sərfiyyatın olmasına səbəb isə yolların həm ciddi şəkildə relyefli olması, həm inanılmaz dərəcədə çox tır var. Qalxdır, çox eləyirik sağa, sola, yəni külək həddindən artıq çoxdur və ən əsası da
Sürət həddi 130-dur, maksimal sürət həddi. Yəni bu kimi məsələlər var. Maşının qış təkərləridir, 130 sürətdir, küləkdir, relyefdir və s. hamısı təsir eləyir. Ona görə də 24 kilovat sərf. Mən hələ həyatımda 24 kilovat sərfiyyət Model Y-də görməmişdim. Hətta bundan öncəkilərin birində 27 kilovat idi. İndi gedək enerji dolumumuzu eləyək. Baxın, belə bir formada görünür xəritəsi. Üstünə basırıq, start charge veririk. Deməli, stansiyanı seçməliyik. 70.02. Aha, fokus getdi. 0.7 pound. Əməlli başlı bahat ya, sizə deyim. Kredit kartı veririk, vizanı veririk. Prosesi göstərim də, lazımınız olacaq 100%. Elə, təsdiq kodunu gözləyirik. Təsdiq elədik, baxın 27 pound çıxdı. Deməli, baxın göstərir burada ki, taxmaq lazımdır. Həmin anda da burada görürsüz yanır sönür. Bunu indi taxacağıq maşına. Birbaşa. Birbaşa da başlayır. Baxın, proses belə. İndi gözləyək. 150 kilovat onsuzda enerji dolma eləyir. Gözləyək dolsun. Birbaşa Florensiyaya. Burada Florensiyaya hardasa 50 kilometr idi, səhv eləmirəmsə 50 kilometr yolumuz qalıb. 2 gecə Florensiyadayıq. Həm istirahət eləyəcəm, həm videoları yerbəyer eləyəcəm. Instagram üstündə maraqlı reelslər çəkmişəm, onları da paylaşmalıyam. Vlogları da, reelsləri də hamısını paylaşmalıyam. Ona görə Florensiyada bir pauza verəcəyik. Ondan sonra isə İsveçrə. Girişdə sizə verilən... ondan. 56 avro 10 sent. Belə bir ödəniş elədim. Girişdə ki bizə verilən... İşığı yandırım. Girişdə ki bizə verilən uzun belə bir çek var idi. Həmin çeki çıxanda verdim. Amma sistem maraqlıdır. Ümumən ki, bütün yol boyu əlavə hardasa yenidən Yunanistandakı kimi pul verdikcə get filan teması olmadı. Bir dənə girişdə çek verdilər ki, bunu çıxanda verərsən. Bir aparatdır. Yəni insan əli yoxdur. Birbaşa yazılıb ki 56 avro 10 sent kartla ödədim. Orada nəqd olan da var, yenə də nəqd olsa da yenə də aparatdır. Hardasa mənə elə gəlir ki 700 kilometrə yaxın bir məsafə idi. Çek də vermədi ya. Doğrudan ƏDV-sini vurardıq. Belə gedirik indi Florensiyadakı otelimizə doğru. Bir gecə istirahət etmək lazımdır. Gəldik, çatdıq axır ki Florensiyaya. Arxamda gördüyünüz otelimizdir. Maşını saxlamışıq burada. Sağ olsun. Caspian Breeze Travel bizə qəşəng bir otel təşkil eləyib. Çıxdım, baxdım otağa. Qəşəng yatacam. Axşam qəşəng yatacam. İnanırsınız 3 günə deməli hardasa 3500 kilometr, hətta 3620 kilometr məsafə sürmüşəm. Bu gün isə 800 kilometrdən yuxarı məsafə sürmüşəm. Artıq gözlər gedir. İstirahət lazımdır, qəşəng istirahət eləmək lazımdır. Sabah da Florensiyadayıq. Növbəti gün isə gedirik İsveçrəyə. Hədəfimiz İsveçrədir, San Moris'dir. Orada inanılmaz möhtəşəm The Ice tədbirinə qatılacağıq. Oradan da maraqlı kontent olacaq, maraqlı kadrlar olacaq, həm yol cəhətdən, həm də tədbir cəhətdən. Ona görə bəyənməyi, şərh yazmağı və dostlarınızla da bölüşməyi unutmayın ki, böyüsün, kanalımız böyüsün və bu kimi kontentləri mənə həvəsə gətirirsiniz də. Siz onları elədikcə həvəsə gəlirəm, daha yaxşı, daha maraqlı kontent çıxartmağa çalışıram. Ona görə mütləq şəkildə bunların hər birini eləyin. Növbəti seriyada görüşərik.